Başlıbelin faciəsindən 33 il keçdi. Amma Başlıbeldə bizim aldığımız yaralar, çəkdiyimiz əzablar keçmədi. Bu 33 ildə bir an belə yaddan çıxıb unudulmadı. Başlıbeldə faciəsi belə tariximizin ən amansız, ən ağır faciələrindən biridir. Demək olar ki, kilometrlərlə, 100 kilometrlərlə insanlar sərhəddən aralı həmin yerdə qalmışdılar, çarəsiz, naləc. Mən də bu Başlıbel faciəsindən də danışmaq mənim üçün həm çətindir, həm asan. Asandır ona görə ki, bu faciəni mən orada yaşadım, ailəmiz yaşadı. Mən orada gözümlə hər şeyə şahid oldum. Hətta mən demək olar ki, 1 saat, 2 saat o girovların içində oldum. Ermənilər bizi əsir götürdü. Mənim orada düzdür, 62 nəfər kənd əhalisindən qalmışdı. Biz 9 nəfər də Laçından gəlib ora bizim əsgərimizdən qoşulanlar vardı. Onlar da bizim yanımızda idi. Orada nə qədər belə silah olsaydı da, orada müqavimət göstərib, orada nəyisə eləmək mümkün deyildi. Çünki ermənilərin orada texnikası da kifayət qədər var idi, ora bizi gəlib götürən müddətdə. Əsgərləri də çox idi. Mənim o həmkətlərimi, o uşaqları mənim gözümün önündə qətl elədilər, vurdular. 8 yaşında qızı anasının qucağında vurmuşdular. Biz sonra onu dəfn eləyən müddətdə o qızı anasının ayırmaq mümkün deyildi. Mənim gözümün qabağında Elmidarı, 7 yaşında Elmidarı futbol topu kimi erməni əsgərləri oynadırdı. Niyyəti girov apardılar, mən bilmədim heç o vaxtı, mən elə bildim öldü. Niyyəti yanımda götürüb qayadan atdılar, uşaqdı. Mənim anamı gözümün önündə güllələdilər. Mən baxdım, gördüm, vəziyyəti orada elə gördüm ki, mən fikirləşdim ki, burada girov getməkdəndirsə, əsir getməkdəndirsə, o əzabları yaşamaqdandırsa, elə burada qaçım bizə güllələsinlər. Mən orada qardaşımı, bacımı götürdüm, sonra anamı gəldim, götürdüm. Mən orada bizim yanımızda əsgər vardı, müşfiq. Mən ona nə qədər yalvardım ki, bizi güllələ, erməni əlinə düşməyək. O dedi ki, yox. Anam bizə 18 gün çörək veribdi. Mən eləyə bilmərəm. Rəhmətlik Vüqarı vurmuşdular, öldürmüşdülər. Dedi, sən Vüqarın avtomatını götür, özün at. Nə qədər elədim, əlim gəlmədi. Mən oradan qaçmağı düşünə bilməzdim. 3 Ural hərbisi var idi, erməni hərbisi var idi. Əsgərlər orada var idi. Mən erməni özü mənə dedi ki, yaralı erməni idi, girovların üstündə duran. Mənə dedi ki, niyə vaxtında çıxıb getmədiniz? Vertolyot bu qayanın üstə düşdü, o Kəlbəcəri nəzərdə tuturdu. Mən dedim ki, yox, görməmişik. O dedi, qorxmayın, aparıb sizi dəyişəcəklər. Dedi, sizi öldürsə, bir dənə bu Livan ermənisi, qara paltarlı erməni vardı. Dedi, bu öldürəcəkdi. Mən orada bir dənə yolu düşündüm ki, mən buradan ancaq bizi güllələsinlər. Mən oradan gəldim, o əlavə öz həmkətlərim vardı, Nərgiz, oğlu Elmidar, oğlu Şəhliyar. Bunları da dedim ki, gəlin qaçaq. Mən onları da özümlə götürdüm. Məndən sonra da elə bil mənim çıxdığım yerdən Laləzər arxamcan gəlmişdi. Mən onu sonradan tapdım, apardım. O Qaraçanlıya cəmləşdik. Ayın 25-i günü orada yanımızda ayrı düşən insanları mən tapıb birləşdirmişəm. Ondan sonra biz 113 gün bu əzabları, bu vəhşətləri yaşamışıq. Yəni bu 113 günün gördüklərimizi burada danışsam çatdıra bilmərəm da. Bunu mən gördüyüm o əzabları, dəhşətləri. Mən bugün bir şeyə şükür eləyirəm ki, mən onları orada Başlıbeldə o əzabı gördümsə də, mən erməniləri Qandalda gördüm. O əmr verənləri, o cinayətkarları, Bakıda mən onları məhkəmədə 3 dəfə görüşə bildim onlarla. Mən Araykə hətta sual vermək imkanım da oldu. Öz xislətlərinə uyğun cavab verdilər ki, dedi, bizi bağışlayın, 37 il keçir. Mən ona bildirdim ki, biz Araykləri bir əsrdə 3 dəfə bağışlamışıq. Bunlar nəticə çıxarmayıblar. Bu günümüzə şükür, Allah şəhidlərimizə rəhmət eyləsin. Mənim bizə Azərbaycan xalqından bir xahişim var ki,
bu faciəni unutmasınlar. Unutqanlıqdan başımıza gəldi. Necə sığışdıraq qeyrətimizə? Düşmən bizə vuran zərəri xalqım. Heç bilmirəm deyim hansı birini, gözlərim görübdü nələri xalqım. Görənlər unutmaz bu qovha qovu, qənim düşmənlərin olmuşdu qovu. Gələcək nəsillər bilsin mürovu, aşmışıq arxası şələli xalqım. Sönməzəm, keçmişi salsaydıq yada, bu qədər torpağı verməzdik bada. Onlara məhəbbət bağlayan oda, yanıbdı kərəmli, lələli xalqım. Sağ mən düzdür, 14 nəfəri girova apardılar. 18 nəfərimizi qətlə yetirdilər, onun 12-sini mənim gözümün önündə öldürdülər. Mən bir şey də xatırladım ki, əgər mən o 7 nəfəri oradan çıxarmasaydım, girov sayı 21-22 nəfər olacaqdı məndən bərabər. Bir də orada bir nəfər Əhmədov Hümmətin həkim. Onun sayəsində o yaralılar sağaldı. Yoxsa şəhid sayı daha da çox olacaqdı. Allah xalqımıza bu günləri, bu faciələri bir daha yaşatmasın. Mən ayın 16-sı günü Kəlbəcər İcra Hakimiyyətində yüksək səviyyədə tədbir keçirildi. Buradan elə Azər müəllimə də təşəkkürümü bildirirəm. Dünənləri mən 18-də Başlıbel faciəsinin Bakıda İctimai Birlik Dövlət Qaşınkovun binasında yenə qeyd elədilər. Həmin vaxtı biz bir sürprizlə də rastlaşdıq ki, mənim dostumun Səbuhə ağanın yeni kitabı, faciə haqqında yazılmış yeni bir kitabı bizə təqdim olundu. Mən buradan elə Səbuhə müəllimə də uğurlar arzulayıram, davamını diləyirəm. Çox sağ olun.